Suraxanı rayon ərazisi Yeni Güneşli ilə Köhnə Güneşli arasındakı bu zibil poligonu. Gün aşırı vəziyyət belədir. Dəmir yığanlar, kabel yandıranlar, bax bu vəziyyəti yaradırlar. Özü də dayanıb orada. Yandırır və metan əldə etmək üçün bütün bu zəhəri havaya buraxır. Eyni zamanda ərazidəki cəmaatı zəhərləyir. Bu qədər deməli yanğınlar törədirlər. Yeri də qaralmış vəziyyətdə görünür. Özü də yüksək gərginlikli elektrik xəttinin altında. Belə bir durum. Yarım stansiyaya yaxın bir ərazi. Bu qədər buradan kabellər keçir. Nə məsuliyyət var, nə ehtiyatlanmaq var, nə qanundan qorxmaq var. Nə deyəsin? Sonra da saxlanılanda, cəzalandırılanda da deyirlər ki, bir tikə çörək belə gəldi, elə getdi. Cəmaatı niyə zəhərləyirsin? Bu dəqiqə qara tüstü, nəfəs almaq olur. Bu adam boğulur.